ilə. Deməli, bugünkü mövzu ən seçilən abidələrdən biri olan Ağoğlan kilsəsidir ki, sırf gələn nümayəndə heyəti ilk ora baxacaq, oranın bərpası barədə, oranın texniki vəziyyəti barədə. Bir balaca Ağoğlan kilsəsinə bir qısa baxış keçirək. Ondan sonra xahiş edirəm siz bu barədə bizə məlumat verin. Müraciət eləmək istəyirəm ki, mən bildiyim hər bir şeyi çox böyük həzzinlə paylaşıram. Yaşından asılı olmayaraq, 80-90 yaşında adam olsun və yaxud da 5 yaşında uşaq olsun. Xüsusilə gənclər üçün, siz yaşlı olanlar üçün mən çox böyük həvəslə, çox böyük qürur hissi ilə paylaşıram. Çünki siz bizim gələcəyimizsiniz. Gələcəkdə sizin içinizdən yəni böyük alimlər çıxacaq, böyük ondan sonra şəxsiyyətlər olacaq, müəllimlər çıxacaq, mühəndislər, həkimlər və s. Yəni ona görə də sizin indidən bilgili olmağınız bizim gələcəyimiz üçün, bizim dövlətimiz üçün. Çünki siz dövlətin mayası insanlardır. Dövlət insanlar ətrafında qurulur. Biz niyə məğlub olduq? Çünki dövlətimiz zəif idi. Biz niyə qalib gəldik? Çünki dövlətimiz güclü oldu. Çünki mən həmişə təkrar yorulmuram o sözü deməkdən. Bütün uğurun və uğursuzluğun bütün xalqlar üçün. Ən birinci növbədə siyasətdir. Bizim cənab prezident o qədər ağıllı, qətiyyətli və siyasət yeritdi ki, biz qalib gəldik. Gələcək sizin içinizdən çıxanlar, bu dövləti idarə edən insanlar. Ona görə də siz indidən məlumatlanmalısınız. Həm də biz qulaqlarımızdan sırğa eləməliyik. Bizim bütün bu müvəffəqiyyətimizi, uğurumuz üçün biz dilimiz dualıdır, hamımız bilirəm, siz də, mən də, yaşından hər kəs yaşından asılı olmayacaq. Çünki şəhidlərimiz bizi bu zirvəyə çatdırıblar. Çünki qazilərimiz bizi bu zirvəyə çatdırıblar. Çünki qətiyyətli Ali Baş Komandan bizi bu zirvəyə çatdırıb, yurdumuza qayıtmışıq. Ona görə də dilimiz dualıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qəhrəman şəhidlərə. Allah qaziləri qorusun, Allah cənab prezidenti qorusun, Allah dövlətimizi qiyamətə qədər qorusun inşallah. Azərbaycan dövləti var olsun, əbədiyyən var olsun. Ona görə də biz birinci insan mənəviyyat üzərində qurulub, insanın mənəviyyatı, mənəvi dəyərləri qiymətləndirən xalqlar heç bir vaxtı sizi inandırıram ki, bizim qədər 30 il torpaqları işğalda olmazdı. Ermənilərin mənəviyyatı hamısı saxtalıq üzərində qurulubdur. Onların dini də, onların əqidəsi də, inamı da, tarixi də, kulinariyası da, hər şeyi saxtadır, uğurluqdur. Baxın, uşaq olanla nə olar, internetə girirsiniz, baxın onların musiqilərinə. O gün mən sosial şəbəkədə rast gəlmişəm, erməni kişi arvadı ilə oynayır həyatında. Bari Naxçıvan mahnısıdır. Mən yazmışam ki, Bari Naxçıvan və Azərbaycan mahnısıdır. Yəni, heç olmasa bir utanmam da ki, bunlardan utanan sifəti yoxdur. Yəni, bunların hər şeyi, biz ona görə də biz gərək öz mənəviyyatımıza sahib çıxaq. Bayaqla adını şəhidi müəllim, Akif müəllim, icra hakimiyyətində işləyir, sizin direktorun həyat yoldaşıdır. O çox savadlı, çox patriot bir insandır. O mənə sənədləri verib, mən demişəm də, sənin də məlumatın var qardaş. Sizə nazirin müavininə vermişəm. Sonra bir qadın var, gəlmişdi bura xanım. Necə? Səbinə xanıma da bəli göndərmişəm internet adresinə. Deməli, Laçın rayonun ərazisindən ermənilər maşınların nömrəsinə qədər Akif müəllimdə var. Mənə göndərib elektron adresimə. Maşın bizim deməli rayondan olan bütün o mədəni sərvətlərimizi daşıyıb aparıblar. 44 günlük müharibə, yekunlaşma yolunda daşıyıb aparıblar Ermənistana. Yəni bunların hər şey, məsələn, bax sizə deyim, məsələn, Alban kilsəsi. Hələ mən o vaxtı cavan oğlan idim, rayon komsomol komitəsinin birinci katibi idim. Yəni komsomol o vaxtı gənclər təşkilatı idi. Gənclər təşkilatının rəhbəri idim Laçında. Allah rəhmət eləsin, Heydarov bizdə Kərəm müəllim var idi. Oğlu Əhməd, burada rahatdan yuxarıda evləri oradadır. Əhmədin atası rəhmətdir. O vaxt o getdi, mən qonaqlar gəlmişdi, ezamiyyətə kəndlərə gedirik. O qonaqlar, 2 dənə adam gəlmişdi, tarix elmlər doktoru, ikisi də ər-arvad. Kişi erməni idi, qadın Rus millətindəndir. Gedib Ağoğlan kilsəsi. Birinci kişi başlayıb danışır ki, erməni Rus dilində danışırlar, Kərim müəllim də qulaq asır. Erməni kilsəsidir, ermənilərin bu nə bilim neçəncəsinə aiddir filandır. Qadın dinmir, qadın axtarır, bütün içərini baxır. Bu şeydə, meçidlərdə minbər var da, yəni kilsədə də var, yəni məbədlərdə də var. Keçsin, o gedib dayandığı yer, dua elədiyi yer. Həmən minbərə gedib baxıb, sonra xaçlara baxıbdır, xaçlara. Deyib ki, xeyr, bu erməni kilsəsi deyil, bu Alban kilsəsidir. Yəni onların fərqi nədədir? Biri diofizitdir, biri monofizitdir. Yəni elə bil, yəni İslamda da var da, Sünni, Şiə, nə bilim, Sufi və s.
Bunlarda da parçalanma belə şeylər var. Yəni onlar da uzun müddət o kilsəni çarın dövründə alıblar əllərinə. Albaniyada bilirsiniz ki, Azərbaycan arasında dövlət olub. Məsələn, bizim Laçında mən demək istəmirəm, bilirəm. Bizim Laçında kəndlər var, o kəndlər Albaniya dövründən qalmış Qıpçaq türkləridirlər. Bir qrupu xristianlığı qəbul edib olublar erməni, Dağlıq Qarabağda olanların bəziləri. Bir qrupu da İslamı qəbul ediblər Xəlifə Ömərin dövründə, 7-ci əsrdə. Olublar müsəlman. Müsəlman, bax. Yəni ona görə də bax siz gənclər, mənim məqsədim nədir? Siz təkcə Ağoğlan kilsəsi deyil. Bizim çox yerdə kilsələr var. Albaniya dövründən qalmış. Çoxu dağılıb. Sovet dövrü bilirsiniz ki, o dövrdə yəni belə də mən Xankəndinə gedib orada bir çəkiliş eləmişəm. Kilsə, sonra dostum var, orada işləyib uzun müddət. Deyir ki, o Sovet dövrü tikilməyib, indi tikiblər. Sovet dövrü nə kilsə, nə meçid, elə şeylər yoxdur. Bizim məsələn Laçında ən qədim kilsə meçidlərdən biri Cilmidə idi. Cilmi meçidini eləmişlər taxıl anbarı. Onun kimi də məsələn Qarışdaqda, onun kimi Sadınlarda, onun kimi Şəlvədə, hər yerdə, bütün kəndlərimizdə, zonalarda meçidlər var idi. O meçidləri və yaxud da kilsələri eləmişlər. Təsərrüfat əhəmiyyətli məsələ. Yəni bu günləri nədir? Mənim deməkdən məqsədim sizə çatdırmaq istəyirəm ki, mənəvi dəyərlər maddi dəyərlərdən çox üstündür. Mənəvi dəyərlərə sahib çıxmayan xalqlar başqalarının mənəviyyatını götürürlər özlərinə. Ona görə də çalışmalıyıq biz də. Biz yəni orta nəsildə, məsələn sizi kimi gənclər, maşallah olsun, mən onu da deyim, çox gözəl girişmişsiniz, işin öhdəsindən gəlirsiniz. Çox mən arxayınam ki, siz bu işi 100% yaxşı yerinə yetirəcəksiniz. Xüsusilə gənclər, siz gənclər gələcək nəsilsiniz. Siz indidən bütün mənəvi dəyərləri öyrənməlisiniz. Bax, sizə adicə bir fakt deyim. Mən nümayəndəliyə də vermişəm. Nümayəndəlik onun proyektini tutubdur. Bu yaxınlarda eləyəcəklər. Laçında ermənilər, görün fikir verin bunlara. İşğal dövrü Laçında olan balaqlarımızın çoxunun üstündə erməni simvolları qoyurlar. Daş balaqlar ki var ya, görürsünüz də. Məsələn, çayda Babək müəllimin kafesi var. Onun böyründə indi oradan körpü keçəcək. Bax, odur, çox yerdə var. Məsələn, onlar haradakı üzüm gördünüz, salxım, o bizə aid deyil. O erməni xristianlığa aiddir. Yəni, müsəlman, türk tayfalarında, İslama sitayiş edən xalqlarda o başqa cürdür. Hər xalq özünə uyğun, məsələn, simvollar olur. Dünyada bilirsiniz simvollar. Nəyə görə məsələn Hitler Hitler deyirdilər, bir də döşlərinə qaç vururlar, başları belə əyri. Onlar hamısı qədim o əski dövrlərə aid olan simvollardır. Və yaxud da məsələn 5 ulduz var. Ona deyirlər Davidin ulduzu. Yəhudilərdən gəlir, Sovetin də ulduzuydu. Bizim də bayrağımızda görürsünüz məsələn ulduzlar var. O ulduzlar özü məna kəşf edir. Məsələn o birisi deməli aypara şəkillidir. O İslamı simvolizə edir. Onlar hamısı yəni məsələn olan elə də var ki, məsələn 4 dənə bir işarə var. O deməli cənub, şərq, qərb, nə bilim göy, yerin altı və bunlar hamısı simvollardır. O simvollarda siz inşallah tarix müəlliminizdən soruşun, maraqlanın. Yəqin ki, bunları bilirsiniz. Gələcəkdə də özlərinizdə o dərslikdə yoxdur. Özünüz çalışın, öyrənin ki və o öyrənməklə yanaşı sahib çıxın. Yada salın. O gələcəkdə siz işlədiyiniz dövrdə, çalışdığınız dövrdə hakimiyyətə təmsil olunması, hakimiyyət orqanlarına deyil, yadlarına salın. Mən elə başa düşürəm ki, yəni Laçında görülən işlər ona əsas verir ki, Laçın yəni çox da uzaq olmayan gələcəkdə Laçında məskunlaşma çox uğurla başa çatacaq. Bunlar siz bilin, çətinlikdir. Yəni bu günləri görürsünüz, məsələn Laçında tam iş yeri açmaq mümkün deyil. Tam hamının işinə təmin etmək çətindir bunlar hamısı. Zaman bunlar düzələcək və insanlarımız Laçın əvvəlləri 12 min, 13 min əhali var idi, şəhərdə mən deyirəm. Olacaq Allah qoysa 20 min, 30 min. Laçını təkcə Laçınlılar almayıb ki, təkcə burada Laçınlılar yaşasınlar. Laçını Azərbaycan ordusu alıbdır. Ona görə də məsələn o köhnə dövrdə biz deyilirdi. Laçın batalyonu Laçını müdafiə eləməli idi. Şuşanın neçə dənə batalyonu vardı, Şuşanı müdafiə eləməli. Xeyr. İndi Laçını kim aldı? Azərbaycan ordusu, düzdürmü? Onun içində Laçınlı da var, Kəlbəcərli də var, ondan sonra Yerevanlı da var, Bakılı da var, Şirvanlı da var və s. da var. Talışlar var. Yəni bütün millətlər, Azərbaycan xalqı bu Laçını azad edir. Ona görə də əgər gələcəkdə lazım olsa dövlətimiz Laçının məskunlaşmasında əhalinin çoxalması, çünki Laçın səhrətdir. Səhrət möhkəm olmalıdır. Burada əhali çox yaşamalıdır və abad da şəhər olmalıdır və olacaqdır. Yenə də təşəkkür edirəm diqqətinizə görə, sağ olun.
Allah Azərbaycanı qorusun.